Neyinirsiniz? Daxil olursunuz bu pəncərəyə. Burada fikir var. Özü səni yönləndirir. Deyir daxil ol, sən də daxil olursan. Nə deyir? Deyir sistemə daxil olmasını istifadəçi adı. Yəni sənin fin kodundur bu, fin kodun. Fin koddan sonra əlbəttə ki, belə bir pəncərə çıxacaq, hansı ki, burada da bizdən istifadəçi parolu və baxın, buradakı kod yazılıb ha. YNK6Y. Onu aşağı köçürtmək lazımdır. Yazandan sonra görürsünüz, daxil olurdunuz, bu səhifəyə gətirir sizi və burada 9 illik və yaxud da 11 illik lazımdır. Biz vizə hal-hazırda 11 illik olduğuna görə davam et vururuq. Və budur, həmin şagirdin səhifəsi açıldı. Burada görürsünüzmü, yaşıl qabiliyyət komissiyasından keç yazılıb. Bunun üzərinə vururuq. Təhsil səviyyəsi, ali təhsil müəssisələri və buradan imtahan komissiyasından sizə lazım olan, yəni sizin verəcəyiniz qabiliyyətə uyğun ixtisası seçirsiniz.